Salam, hər vaxtınız xeyir dostlar. Çox gözəl məntiq suallarının izahına baxırıq. Sual belədir. Şəkildəki kimi krandan çənlərə 30 saniyədə 1 litr su axır. Səhər saat 7-də 7:00-da krandan çənə su axmağa başlayır və həmin gün səhər saat 10:30-da su kəsilir. Su kəsildiyi anda hansı çən dolmaqda idi və həmin çənin dolması üçün daha neçə litr su lazımdır? Deməli, nə edirik? Biz burada saat fərqinə baxırıq. 10:30-dan saat 7-yə qədər. Deməli, bu arada olan fərq nə qədərdir? 3/5 saat və ya 3 saat 30 dəqiqə. Belə də yaza bilərik. İndi baxın, həmin vaxtı biz çeviririk dəqiqə. Niyə? Çünki 30 saniyədə 1 litr axırsa, 1 dəqiqədə 2 litr su axır. O zaman bunu çevirsək, 3-ü vurarıq 60-a, üzərinə də 30 gələrik. Bu 180 üzərinə də 30, 210 dəqiqə. Deməli, ümumi suyun axma müddəti 210 dəqiqədir. Həmin 210 dəqiqəni 210 1 dəqiqədə 2 litr su axdığına görə vururam 2-yə. Olur 420 litr su axıb. İndi gəlin baxaq. Bu 420 litr kran buradan açıqdır. Su bu qabda olmamış gedir. Bu qabda müəyyən qədər yığılır ikinci qaba. İkinci qaba müəyyən qədər yığılır birinci qaba. Və bu arxadan dola-dola, yəni 4-cü çəndən başlayaraq dola-dola gələcək. Deməli 90 litr bura getdi, 120 litr bura getdi və 150 litr də bura gedir. Və mən bunları hesablayıram ki, 150-nin üstə 120, baxın 150 üstəgəl 120 üstəgəl 90. Bu nə qədər eləyir? Deməli 270, 90 da üzərinə gəlirik 360. Düzdür? Mənim deməli ümumi Mənim ümumi 420 litr, bura yazmışam. 420 litr suyum var. Deməli bu 420 litrdən 360-ı birinci, ikinci və üçüncü çənləri, daha doğrusu bağışlayın, dördüncü, üçüncü və ikinci çənləri dolduracaq. O zaman birinci çəndə nə qədər su qalacaq? 420-dən çıxıram 360-ı bərabərdir nəyə? Deməli 60 litr su qalır. Hansı çəndə? Birinci çəndə. İndi baxın, sual belədir. Deyir, su kəsildiyi anda hansı çən dolmaqda idi və həmin çənin dolması üçün daha neçə litr su var? Burada nə qədər su var? 60 litr. Nə qədər lazımdır? Deməli, cavab 4-cü çən dolmaqda idi. 4-cü çən dolmaqda idi. Və bu çənin dolmasına 120 litr su lazımdır. Keçirəm ikinci suala. Çox gözəl, maraqlı sualdır bu da. Deyir ki, aşağıdakı bilyard masasında A küncündən topa 45 dərəcə bucaq altında vurulur. Top hər dəfə bilyard masasının kənarına dəydikdən sonra 45 dərəcəli bucaq altında fərqli istiqamətə doğru hərəkət edir. Top hansı küncdəki torbaya düşər? Baxın, A-dadır top, bu istiqamətdədir. Buradan gəlir, baxın, bu istiqamətdə və davam eləyir 45 dərəcə. Sonra buradan bir 45 dərəcə belə gəlir. 1.45 artıq gəlir, baxın bura. İndi fərqli istiqamətə, digər tərəfə bu istiqamətdə getdi. Bu da bu istiqamətdə 45 dərəcə gedir. Sonra növbəti 45 dərəcə bircə dəqiqə. Bir qədər əyri çəksək, biz düz alındıra bilmərik. Buradan 45 dərəcə belə gedir. Buradan 45 dərəcə belə gedir. Və buradan 45 dərəcə, baxın, bu istiqamətdə gələrək çatır B torbasına. Deməli, doğru cavab
B torbası. Bəli, doğru cavab B torbasına düşər. Və keçirik növbəti 3-cü gözəl sualımıza. Düzgün altıbucaqlı. Düzgün nə deməkdir? Yəni bütün tərəfləri bərabər. Yəni bu tərəf M-dirsə, burada M-dir, burada M-dir, burada M-dir, burada M-dir, burada M-dir. Aha. Düzgün altıbucaqlı şəkildəki kimi iki hissəyə ayrılıb. Aşağıdakılardan hansı mütləq doğrudur? Baxın uşaqlar, mənim burada ara kəsməm xəttimi görürsünüz də. Bax qırmızı ilə ara kəsmə. Bax üzərindən də gedirəm. Aha. Bu xətt hər iki fiqur üçün, A fiquru üçün də, B fiquru üçün də eynidir. Mən həmin o qırıq xəttin uzunluğuna, bax burada qeyd eləyirəm. Qırıq deməyək, yəni buna biz sınıq xətt deyirik. Riyaziyyatda bunun adı sınıq xəttdir. Aha. Bu həmin o sınıq xəttin uzunluğu olsun L. Baxın, A fiqurunun perimetri, yəni PA bərabərdir. Nəyə? Baxın, bir dənə M, 2M, 3M. 3M plus L-ə. Və B fiqurunun perimetrinə baxıram, PB bərabərdir. Yenə 3M üstə gələk L-ə. Baxın, biz bunu fərqli bir rənglə göstərək, mavi rənglə göstərək. B fiqurunun baxın sərhədləri bunlardır. Bax görürsüz sərhədlər bunlar. Həmin bu sınıq xətt hər iki fiqurda da eynidir. Hə, mən burada bağışlayın, B yazdım. B yox, L-dir. L. Deməli, PA nəyə bərabərdir? PA bərabər nəyə? PB-yə. Deyir ki, A-nın perimetri B-nin perimetrindən böyükdür, səhvdir. A-nın perimetri B-nin perimetrindən kiçikdir, səhvdir. A-nın sahəsi B-nin sahəsindən böyükdür, səhvdir. A-nın perimetri B-nin perimetrinə bərabərdir. Deyir, hansı mütləq doğrudur? Mütləq doğru olan D variantıdır. Hələlik uşaqlar, növbəti videolarda görüşənədək.